Hoş gördük əziz dinləyicilər. Mən sizə bu günləri həm İsraildə baş verən, həm də Türkiyədə baş verən hadisələr barəsində məlumat vermək istəyirəm ki, bugün bunlar çox müzakirə olunur. Əvvəla bilirsiniz ki, İsrail Suriyanın, yəni Türkiyəyə 70 kilometr uzaqlıqda olan Əz-Zübeyir deməli aerodromuna zərbə vurub, oranı məhv edib və bunun əsnasında da bilirsiniz yenə də bir narazılıqlar ortaya çıxıb. Türkiyədən İsrailə, İsraildən Türkiyəyə. Nə baş verir dostlar? Əslində həqiqətdə nədir? Həqiqətdə ondan ibarət ki, bu günləri inanın mənə Netanyahu və Rəcəb Tayyib Ərdoğan qədər bir-birlərinə ehtiyacı olan ikinci mən deyərdim ki, siyasətçi yoxdur dünyada. Niyə görə? Bu günlərin Netanyahu'nun seçki kampanyasında məhz bilirsiniz bu günləri istər Xamneyi olsun, digərləri olsun, nə bilim Hamas rəhbərləri ilə birlikdə Ərdoğanın da şəklini qoyur. Öz seçki kampaniyası bunun üzərində aparır. Çünki ona bir düşmən lazımdır. O seçki kampaniyası üzərindən də iş görsün və yenidən hakimiyyətdə qalsın. Yəni bu Netanyahu'ya vacibdir və bunun üçün də ən gözəl fiqur kimdir? Əlbəttə ki, Türkiyə prezidentidir və Türkiyə ilə müharibə əsnasında bax onlar bizim dibimizə gəlirlər, onlar bu günləri Xamneydən bir fərqi yoxdur, Hizbullahdan fərqi yoxdur, bir düşmən yaradır və bu düşmən üzərində də seçki kampaniyasını həyata keçirir. Demək ki, Netanyahu'ya bu çox vacibdir. İkinci tərəfdən isə əlbəttə ki, Ərdoğana çox vacibdir. Ərdoğan da bu günləri İsraillə hər hansı bir münaqişə məsələsini ortaya salan kimi öz rəqiblərini ortadan qaldırır. Demək ki, bunlar birlikdə hərəkət edirlər və bir-birlərinə də xeyir verirlər. O digər məsələlərdə danışmalar isə boş məsələlərdir. Əsas olan pərdə arxası məsələləri oxumaqdır. Bugün Türkiyədə nə baş verir? Bugün Türkiyədə yeni vakf rəhbərlərinin həbs edirlər və bunlara qarşı əməliyyat həyata keçirilir. Əvvəla nəzərə almaq lazımdır ki, Türkiyə vakflar ölkəsidir. Türkiyə başdan ayağa məzhəb içərisində məhv olmuş bir ölkədir. Bu günləri ən geri zəkalı və ən güclü əslində qalsa vakflar bu günləri Türkiyədə iqtidarı tərəfindədirlər. Kimlərdir bunlar? Mənzil cəmaati, milyonlarla üzvü var və hətta nazir kimi təmsil olunur. İstər İsmail ağa cəmaati olsun, istər Səmərqəndilər olsun. Bunlar hamısı radikal vakflardır, radikal məzhəblərdir, radikal firqələrdir. Hamısı Ərdoğanı necə deyirlər, müdafiə edir. Amma bu günləri Süleymançılara qarşı aparılan hərəkat var. Əslində Süleymançılara qarşı aparılan hərəkat firqəyə qarşı aparılan deyil. Süleymançılar əslində CHP-ni dəstəkləyənlər olduqlarına görə onlara qarşı əməliyyat aparılır. Və bu günləri ikinci isə Furqan Vakfının rəhbəridir ki, Kuyutula qarşı, Kuyutula həbs ediblər. Kuyutula həbs ediblər və onun haqqında da iş açıblar. Dostlar, qəti bu belə deyil. Bu sadəcə olaraq Türkiyə iqtidarının öz rəqiblərini ortadan qaldırılması əməliyyatıdır. Süleymançılar CHP-ni dəstəkləyirdi. Kuyutul isə bilirsiniz ki, Furqan Vakfının rəhbəri isə Ərdoğanın ən güclü tənqidçilərindəndir və həmişə haqqı deyən insanlardan biri olub. Bu günləri mən heç bir məzhəbim yoxdur, amma haqqı dediyinə görə bugün həbs olunur. Yoxsa onların hər hansı bir terror məsələsi və yaxud da ki, onun hər hansı bir qara para məsələsi yoxdur burada. Sadəcə olaraq Ərdoğan, yəni hökuməti yenə də istifadə edib öz rəqiblərini ortadan aparır. İsraillə müharibə fonunda İsrailin müharibəsini Əz-Zuhur aerodromuna zərbəni tirajlayır, amma digər tərəfdən də öz rəqiblərini öz ölkəsində tutur və həbs edir. Əslində qalsa məsələ bundan ibarətdir. Bu günləri nə qədər kölgəli vakflar varsa, hamısı əslində qalsa Ərdoğanın dəstəkləyənlərdir. Yəni Ərdoğan hakimini dəstəkləyənlər. Əslində qalsa bu günləri Furqan Vakfı olsun, Süleymançılar olsun, bəlkə də Türkiyədə ən təmiz vakflar bunlardır. Ən təmiz vakflar. Sadəcə günahları ondan ibarətdir ki, onlar AK Parti hökumətini tənqid edirlər və günahları ondan ibarətdir ki, onlar hakimiyyəti tərifləmirlər, tənqid edirlər və ona rəqiblər. Rəqib olduqlarına görə də onlar necə deyirlər, həbs edildilər. Təşəkkür edirəm.